Mən deyəndə ki, bizləri idarə edən əxlaqsız bir ailədir. İnanmırdınız. Mən düşünürdüm ki, İlham Əliyevlə mübarizə aparan bizlər idik. Amma mən yanılmışam. Sən demə, İlham Əliyevlə mübarizə aparanlar, İlham Əliyevi təhqir edənlər, İlham Əliyevi və onun ailəsini alçaldanlar elə onun öz ətrafı imiş. DTX və Mirşahinin Alona haqqında filmini görəndə İlham Əliyevin yerinə mən xəcalət çəkdim. Filmin adını da Milli Namusumuz qoyublar. Fikir verirsiniz? Burada da bizə soxuş gəliblər. Axı Alona Əliyeva Ukraynalıdır. O necə Azərbaycan xalqının milli namusu ola bilər? Qoy mənim filmimin də adı olsun Ümummilli Namussuz. Təsəvvür edin, o boyda DTX və Mirşahin gülməli bir film çəkiblər və filmin məğzi də budur ki, ay cəmaat, prezidentin gəlini Alona Əliyeva, çox üzr istəyirəm hamınızdan, ağzına almayıb, şəkildəki o deyil. Gəlin indi DTX-nın bu saxta əməliyyatını incələyək. Alona Əliyeva haqda filmlərim YouTube'da, Instagram'da bir sözlə bütün sosial şəbəkələrdədir və milyonlarla insan baxıb. Axı mənim ortaya qoyulan tələblərim, ortaya çıxardığım mövzular tam başqa idi. Mənim yadıma gəlmir ki, mən hansısa filmdə çıxım deyim ki, ay İlham Əliyev, çıx açıqlama ver görüm, gəlinivin ağzına verən kimdir? Belə bir şey yadıma gəlmir. Mən öz filmlərimdə soruşmuşam ki, ay İlham Əliyev, sən niyə Alona Əliyeva haqqında bu millətə yalan danışdın? Mən sübut etmişəm ki, Alona Godnisanovun qızı deyil. Mən Alona Qonçarın kimliyini ortaya qoymuşam. Alona Əliyevanın qeyri-qanuni olaraq Azərbaycan vətəndaşlığı aldığını ortaya qoymuşam. Mən soruşmuşam ki, ay İlham Əliyev, sənin o xəstə oğlun balaca Heydər niyə əsgərlikdən qaçıb? Niyə əsgərlik vaxtı Fransada kef edib, ha? Mənim suallarım bu idi. Mən Alona və Heydərin tanışlıq hekayəsini ortaya qoydum ki, Alonanı Heydərlə onun bibisi oğlu, yəni Sevil Əliyevanın oğlu Azər Əliyev tanış edib. Mən filmlərimdə Alona Əliyevanın valideynlərini üzə çıxartdım. Mən filmlərimdə Alona və Heydərin təzə villasını ortaya çıxardım. İlham Əliyev, mən səndən soruşdum ki, Alona Əliyeva bahalı çantaları, geyimləri hansı pulla alır? Mən sənə sual verdim ki, ay İlham Əliyev, bu korrupsioner keçmiş nişanlısını Odessada qoyub qaçan, atası yaşında kişinin pulu ilə fırlanıb kef edən, acgöz, Azərbaycan dilində danışa bilməyən və Azərbaycan dilində qanmayan Alona Əliyeva bu ölkədə necə vəzifə sahibi ola bilər? Mən səndən bunların cavabını tələb etdim. Sən isə 2 ay ərzində çıxıb mənə və xalqa bu sualların cavabını verə bilmədin. Əvəzində isə çıxıb 2 ay sonra bu millətə Mirşahinin dili ilə deyirsən ki, ay cəmaat, mənim gəlinim ağzına almayıb. Ay İlham Əliyev, səndən soruşan var idi ki, sənin gəlinin Alona Əliyeva ağzına alıb yoxsa yox? Niyə mənim qeyd etdiyim məsələlərin cavabını verməmsən? Mən axı sənə həm də yaydığım foto və videoların mənbəyini göstərmişəm və demişəm ki, ay İlham Əliyev, sənin gəlinin Alona Əliyeva məhz özü bu foto videoları sosial şəbəkələrdə VKontakte və Odnoklassnik hesablarında paylaşıb. Bütün millət sənin gəlininin sosial şəbəkə profillərini bilir və bu profillər açıqdır. Alona özü bu foto və videoları 2014, 2015, 2016, 2017-ci illərdə paylaşıb. Ay İlham Əliyev, sən o qədər şəxsiyyətsiz, özünə hörmət etməyən, o qədər əxlaqsız adamsan ki, oğlunun həyat yoldaşı Alonanın foto və videolarını porno saytlarda axtarırsan. Mən axtarmıram ha. Mən axı sənə mənbəni göstərirəm ki, sənin gəlininin foto və videoları hardan götürülüb? VKontakte və Odnoklassnikdən. Buna qalsa daha da dərinə gedə bilərəm. Niyə sənin DTX rəisin və Mirşahinin Alonanın bu fotolarından danışmır? Misal üçün, niyə Alonanın Sergey dayının qucağında olan fotosundan danışmır? Niyə Alonanın bala Heydərin bibisi oğlu Azərlə öpüşdüyü fotosundan danışmır? Niyə Alonanın keçmiş nişanlısı, keçmiş partnyorları ilə olan fotolarından danışmır, ha? Hə, sən yəni demək istəyirsən ki, bəli, bu fotolardakı gəlinimdir. Amma ağzına alan gəlinim deyil. Utanmırsan ay İlham Əliyev.
Ay, mənim belə dilə gətirə bilmədiyim şeyləri Mirşahin Ağayev efirdə açıq aydın dedi. İndi isə keçək DTX-nın keçirdiyi saxta əməliyyatına. Həbs olunan adamı tanımıram. Öz də bunu etiraf edir ki, onunla heç bir tanışlığımız yoxdur. DTX bu video ilə İlham Əliyevin sifətinə tüpürüb, onu və Mehriban Əliyevanı dolayıb. Mehman Hüseynovla əlaqə saxladım Facebook vasitəsilə və istədim ki, özüm görüm bu materialları və tanış olum bu materiallarla. Ancaq o mənə cavab vermədi və deməli, həbs edilən şəxs deyir ki, yayılan foto və video materialları, yəni mənim yaydığım materialları götürüb, başlayıb İlham Əliyevi şantaj etməyə və pul tələb etməyə. İlham Əliyev, sən axmaqsan, bu nə ssenaridə yazmısan? Hər yerdə yayılmış foto və videoları niyə kimsə götürüb, bir də səni şantaj etsin, ha? Axı bu foto və videolar artıq hər yerdə yayılıb. Məntiq hardadır? Davamına qulaq asın. Mən o materialları görəndə inanmadım ki, bu Alyona Əliyevadır, yəni ona bənzətmədim. Doğrudan da mı bu həmin qadındır, yoxsa bu yəni ona oxşayan bir qadındır? Həbs olunan şəxs deyir ki, mən foto və videolara baxdım və Alyonaya oxşatmadım. İnanmadım ki, odur. Adama deyərlər, ay qaşqaldaq, foto videolardakı qadını Alyonaya oxşatmadınsa, Alyona olduğuna inanmadınsa, bəs onda niyə İlham və Mehriban Əliyevanı şantaj edirsən? Məntiq hardadır? İnanmıram ki, bu Alyona Əliyevadır. Amma qoy şantaj edim. Siz xəstəsiz, İlham Əliyev. Sən bu cəmaatı avam bilirsən? Ən gülməlisi isə budur. Həmin bu həbs olunan adamdan soruşurlar ki, şantajı necə etmisən? Deyir ki, heç. Öz Facebook hesabımdan girdim, İlham, Mehriban, Leyla, Arzu Əliyevanın Facebook profilinə mesaj yazdım ki, salam, pulu verməsəniz Alyonanın foto və videolarını yayacam. Təsəvvür edin, adam öz Facebookundan girir və Əliyevlərə mesaj yazıb, gözləyir ki, Mehriban Əliyeva və İlham Əliyev buna Facebookda cavab yazsın ki, qaqa, sən Allah yayma, pulu göndərim, sakit dur, başımıza oyun açma. İlham Əliyev, sən xəstəsən? Ay Əlin Ağayev, ay axmaq, düşünürdün ki, bu saxta tamaşaya kimsə inanacaq? Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı bu videosunda o qədər səhv və saxtakarlıq var ki, say bitmir. Ən dəhşətlisi budur ki, İlham Əliyev öz namusunu, gəlini Alyona Əliyevanın namusunu təmizləməyi Mirşahinə tapşırıb. Mirşahinin özü kimdir axı? O hələ getsin, öz namusunu təmizləsin. Bilirsiniz də, Cəlal Əliyev o vaxt onun namusunu necə lazımdır ləkələmişdi. Alyona'nın yaddan çıxmış məsələni yenidən üzərə çıxartdılar. İkinci nə gördük ki, ən hörmətsiz, ən yaramaz, onun adını elə İlham Əliyevin nəsli qov, Mirfahişə. Mirfahişəni gətirdi ki, İlham Əliyevin namusunu qorusun, İlham Əliyevin namusunu təmizləsin. Yəni namussuz adam necə kiminsə namusunu qoruya bilər? Onu mən heç cür başa düşə bilmərəm. Mirfahişə İlham Əliyevin nəsli kimi, yəni əxlaqsız bir adamdır. Onun biz deməmişdik. Yəni o sözü faktiki olaraq Cəlal Əliyev birbaşa Mirşahinə nə demişdi? Onu gəlin xatırlayaq, yadımıza salaq. Kimdir? Adını qoyub Mirşahin, əslində Mirfahişədir. Ən vacibi budur ki, İlham Əliyev, mən bilirəm sən nə etməyə çalışırsan. Sən həqiqətən də axmaqsan, xəstəsən. Sən həqiqətən də Alyona Əliyevanın seks videolarına baxmaq istəyirsən. Sən axı onun bunun yatağını, cəmaatın şeyini güdməyə öyrəşmisən. Sən istəyirsən ki, mən Alyonanın əlimdə olan kasetlərini tamyayım. Sən də baxıb kef çəkəsən. Amma yox, mən sənin arzularını ürəyində qoyacam. Bir də ki, belə baxanda mənə heç ehtiyacda qalmadı. Sənin pozğun gəlinin Alyonanın videosunu artıq Mirşahin yayıb da, mən sənə təklif edərdim ki, sən o bığlarını qırxasan. Çünki bir ata öz oğlunun həyat yoldaşının foto və videolarını porno saytlarda axtarmaz. Mən isə suallarıma yenə də cavab tələb edirəm. İlham Əliyev, niyə gəlinin Alyona Əliyeva haqqında bizə yalan danışdın? Niyə bu adamı vəzifəyə gətirmək istəyirsən? Niyə sənin xəstə oğlun əskərlikdən qaçıb? Niyə Alyona Əliyeva qeyri-qanuni olaraq Azərbaycan vətəndaşlığını alıb? Alyona Əliyevanın milyonları hardandır? İlham Əliyev, sənin qeyrətin, namusun varsa, çıx bu sualların cavabını ver.
Amma bilirəm, sən yenə də çalışacaqsan, cəmaata sübut edəsən ki, ay cəmaat, ağzını alan mənim gəlinim deyil. Vətəndaşları irgəndirməyin, bağışlayın sözümə görə, ifadəmə görə. Amma da mənim də artıq səbrim tükənir.